Miqyası 1/500 min olan xəritədə əsas çay və onun qollarının uzunluqları cəmi 240 sm, hövzəsinin sahəsi isə 40 kvadrat santimetr olarsa, çay şibəsinin sıxlığını hesablayın. Ümumiyyətlə çay şibəsinin sıxlığı düsturu dedəndə biz burada S-i, yəni çay şibəsinin sıxlığını S-lə işarə eləsək, bunu təyin etmək üçün çayın əsas çayın özü və onun qolları bir yerlə uzunluqları cəmini bölməliyik çayın toplayıcı hövzəsinin sahəsinə. Demək, məsələn, burada bir L1 qoyaq, plus L2 qoyaq, plus L3 qoyaq və s. Bunu biz bölməliyik çayın hövzəsinin sahəsinə, hansı ki, onu da F-lə işarə eləyək. Demək, bizdə bunlar xəritə üzərinə verildiyi üçün biz bunların həqiqi məsafələrini və sahəsini tapmalıyıq. İlk növbədə birinci təyin edək çayın qollar və uzunluqları cəmini, hansı ki, uzunluq 240 sm-dir və 1 sm-də miqyasımız isə bildiyimiz kimi biz burada sıfırları içəri aparsaq, burada 1 sm-ə 5 kilometr qalır və beləcə biz burada artıq çayın ümumi uzunluğunu, həqiqi uzunluğunu təyin edə bilərik. Hansı ki, biz burada 5-i vuracağıq, demək, 240-a və beləcə burada cavab olacaq 1200 kilometr. Demək, çayın həqiqi qolları bizə birlikdə uzunluqları cəmi həqiqi uzunluğu 1200 kilometrə bərabərdir. Eyni ilə biz burada çay şibəkəsinin, çayın hövzəsinin sahəsini təyin etməyə çalışaq və burada düstura əsaslanaraq biz burada SR düsturunu təyin edəndə S xəritəni vuracaq burada miqyasın kvadratına. Burada S xəritə 40-dır və onun miqyasın kvadratı deyəndə 5-in kvadratı, yəni 25-ə vurmalı olacaq. Beləcə burada isə cavabımız 1000 kilometr kvadratına bərabər olacaq. Yekunda isə biz artıq burada 1200-ü düsturumuza əsaslanaraq bölməli olacaq 1000-ə və beləcə burada cavabımız 1.2 kilometr bölünsün kvadrat kilometr cavabı olacaqdır. Demək, doğru bəndimiz burada var. 1.2 kilometr bölək kvadrat kilometr.